Söhbət ona gedir ki, bu 28 il erməni işğalında olan Ağdam indi də artıq 5 ildir Ağdama hansısa portal vasitəsilə viza ilə getmək lazımdır. Bu, yəni ki, bu 28 il oradan, 5 ildə buradan Ağdamın istilinə yaşamışıq. Bugün bu videonu gördüm. Bir müəllim deyir ki, Ağdamlıdır. 28 il Ağdamın həsrətində yaşayıb, 5 ildə portaldır. Deyir ki, istərdi ki, ona doğma torpaqlar qaytarılsın, babasının evi, vəsayət ödənilsin, özü tiksin və indi ora getmək portallandır. Birincisi mənim əzlərim, kim getmək istəyir? Portalla, poyezlə, taksi ilə, 15 manatlıq avtobusla, turist kimi, maşınla, piyada. Mənim bir yaxın dostum var, yaxın dostum. O, müharibə zamanı Yasamaldan çıxıb, piyada gedib Ağdama, piyada. Oğlu oradaydı müharibədə, o piyada getdi Ağdama. И так как меня не забрали, я пошел пешком. Я не знаю, вы смотрели или не смотрели, я не знаю, я пошел пешком. Шел суток, 10 суток пешком до Агдама. Mənim əzlərim, torpaqlarınızı sevirsiniz, ana baba yurdunuzu sevirsiniz. Gedin, paratka salın, görün necədir, nədir. Portal onun üçün yaradılıb ki, orada bespredel olmasın, cəmaat qırılmasın minalarda. Başa düşürsünüz? Yavaş-yavaş bütün rayonlar düzəlilir, evlər verilir. Kim ora getmək istəyir, kim ora çatmaq istəyir, orada yaşamaq istəyir, yaşayacaq, çatacaq. Əsas jilaniyadır mənim əzlərim. Lazım deyil demək ki, ay problem var, portalla gediş. 5 il mən öz doğma torpaqlarına portalla getməm. Nədir ki portal? Problemdir. Vizadır, Schengendir. Banka sən vəsait qoymalısan. 1000 dən spravka almalısan. Yox, bir dənə keç internetdə qeydiyyatı, ya da ged otur avtobus 15 manat, onlar qeydiyyatı sən yerivə eləyirlər. Sən prosto gəl şəxsiyyət vəsiqəsinə otur. Əsas jilaniyadır mənim əzlərim. Elə insanları tanıyıram ki, onlar Ağdamdandır, Füzulidəndir, bilmirəm, Şuşadandır, 5 ildir ora getmirlər. Kimsə qorxur, kimsə deyir, yox, kimsə deyir, yox, portal, kimsə deyir ki, ayda mən ora getsəm, birdən məni Bakıdan çıxardarlar, Jekdən, mən orada qeydiyyatda olacam. Elə insanlar da var. Mən nə Qarabağlıyam, nə Füzulidənəm, nə Ağdamdanam, nə Kəlbəcərdənəm. Mən 50 dəfə olmuşam Qarabağda. 50 dəfə. Bu 4 il ərzində 50 dəfə olmuşam. İnanın, avtobusla getmişəm, maşınla getmişəm, turla getmişəm, dövlət proqramla getmişəm, samolyotla getmişəm. Piyadadan başqa hər yolla mən getmişəm. Çünki ürəyimdə bir hiss olub ki, getməliyəm ora. Mən Qarabağlı olsaydım, inanın, mən Qarabağlı olsaydım, mən orada yaşayardım. Mən oradaydım. Mən orada yaşayardım, işləyərdim, çalışırdım. Prosto mən Bakılıyam, Bakıdan olmuşam, ona görə də buradayam da. Amma düşünmüm ki, Bakı mənim ki, belə super doğmadır. Mənim üçün daha doğma Qarabağdır. Daha doğmadır Lənkəran, daha doğmadır Kəlbəcər, daha doğmadır Lerik, daha doğmadır Ağdaş, daha doğmadır bütün rayonlarımızı. Naxçıvandan götürsək, Qaxa qədər hamısı doğmadır. İnanırsınız? Amma istərdim Qarabağlı olmamışım da. Və bütün Qarabağları bir məsləhətim var, mənim əzlərim. Oturun, gedin, gəzin, tikin, eləyin, yaşayın, yaradın. Çünki hamısı sizin əllərizdədir. Qarabağ Azərbaycandır və inanıram ki, bizim aramızda milyonlarca patriotlarımız var ki, bu torpaqları yaşadacaqlar. Müəllimə də məsləhət görürəm. Birincisi portaldan gedin, ikincisi maşınla, üçüncüsü poyezlə, dördüncüsü isə inşallah köçüb öz doğma evinizdə yaşayarsınız. Sağ olun.